Dostlarım hansılar ki artıq ABAD-a qoşulmuşdular, onlar cəlb elədilər məni ABAD-a ki, yəni artıq bir kollektivik və bu kollektivdə orada da bir yerdə olaq. Yəni yenə də deyirəm, həm kollaborasiyalar hazırlamışıq bir yerdə, həmçinin digər tədbirlərdə iştirak edirik və onların yəni həvəsinə, yəni belə deyim də çox təriflədilər ki, həm çox yaxşı sistemdir və s. Həm çox yaxşı bir təşkilatdır və mən də artıq həvəsidim, qoşuldum. 2 ilə yaxındır ABAD-çıyam. Əl əməyini biznesə çevirən sahibkarlar üçün ABAD-ın yaratdığı imkanlar fəaliyyətlərinin genişlənməsinə yeni töhfələr verir. Bu dəstəyi alanlardan biri də Mumla Candles brendinin təsisçisi Aysel Nağıyevadır. 6 ildir dekorativ və ətirli şamlar hazırlayan sahibkar 2 ilə yaxındır ki, ABAD ailəsinin üzvüdür. ABAD mənə bu üstünlükləri qazandırdı ki, həm daha çox çevrə məni tanıdım. Digər təşkilatlar, dövlət təşkilatları, biznes təşkilatları məni tanıdı. Çünki ABAD bir növ elə bir təşkilatdır ki, çox sayda belə deyim, yerli biznesi öz əhatəsində toplayır və onlara artıq digər təşkilatlarla tanışlığı təmin eləyir. Və mən də onlardan biri oldum ki, ABAD sayəsində digər korporativ sifarişlər əldə eləməyə başladım. Müştəri çevrəm artdı və belə deyim, müəyyən qədər tanınmağıma kömək elədi. Artıq bir neçə filialında mən də iştirak eləyirəm. Əsas həmçinin də çox istədiyim bir filial hava limanı filialıdır, duty free dediyimiz. Həmçinin də ən çox satışım olan filial sayılır. Düzdür, İçəri şəhər filialında da satışım var.